Daş kömürün daşınma istiqamətinin yanlış göstərildiyi istiqamətləri müəyyən edək və ilk növbədə daş kömür, işte bir veri, bir Amerika Birləşmiş Ştatlarından Avropaya və Amerika Birləşmiş Ştatları bildiyimiz kimi əksər ehtiyatlara malik olsa da, bir çox ehtiyatları dünya bazarından idxal edir. Yalnız bir dənə daş kömür ehtiyatıdır ki, bunu dünya bazarına ixrac edir və yeri gəlmişdən o ehtiyata görə də bir nömrədir dünyada. Və bir olan bəndimizi biz seçməyəcəyik, seçim etməyəcəyik, yanlış bənd olacaq. Yəni ki, oran sıra doğru istiqamət verib orada. Eynilə 5 istiqamət də doğrudur ki, hansı ki, bu istiqamətdən Braziliyaya, Cənubi Amerika ölkəsinə bəli, kömür ixrac. Burada 5-i də biz bəndlərin içərisindən çıxarmış olacağıq. 2-yə baxsaq, burada Nigeriyadan Cənubi Amerikaya daş kömür. Xeyr, Nigeriya neft-qaz ölkəsidir. Burada daş kömür ixrac olmayacaq. Demək, 2-ni artıq biz doğru bənd kimi seçəcəyik. Hansı ki, burada artıq bir bəndimiz də qalıb o. Digər 6-ya da baxaq. Avstraliya, Hindistana. Xeyr, Avstraliya, Hindistana yanlışdır. Hindistanın özünün daş kömür ehtiyatları var. Demək, burada bizim yanlış bəndlərimiz 2 və 6 oldu və doğru bəndimiz də 2, 6 bəndi olacaqdır.